Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Bugün noyabr ayının 24-ü 2025-ci il. Mən Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Mən hal-hazırda Ucar rayonu Tofiq İsmail küçəsində çəkiliş aparıram. Deməli, nəzərinizə çatdırım ki, artıq bir neçə vaxtdır ki, rayonun küçələrində, bir neçə küçəsində asfaltlama işləri aparılır. Yəni asfalt örtükləri bərbad vəziyyətdə olan küçələrdə işlər görülür. Küçələrdən biri də Tofiq İsmail küçəsidir. Hal-hazırda bu küçədə iş gedir. Biz burada da çəkiliş eləmişdik. Küçənin asfalt örtüyünün bərbad vəziyyətdə olduğunu çəkib göstərmişdik, müraciət eləmişdik və çox şükür ki, rayonun bir neçə küçələrində belə işlər görülür. Bəziləri artıq yekunlaşıbdır. Deməli, burada kanalizasiyada problem var idi. Kanalizasiya problemi də demək olar ki, həll olubdur. Kanalizasiya təmizlənibdir. Mən bu çəkilişin vasitəsilə Ucar rayonu şəhər nümayəndəliyinə öz təşəkkürümü bildirirəm. Görülən işlərlə bağlı, deməli, asfalt örtüyünün çəkilməsi ilə bağlı adəti üzrə qurumlara öz təşəkkürümü bildirirəm ki, rayonun bir neçə küçəsində belə işlər görürlər və bəzi sakinlər bizə müraciət edib bildirirlər ki, bəs niyə bizim küçələrimizdə asfalt örtüyü çəkilmir? Mən bununla bağlı şəhər nümayəndəliyinə müraciət elədim və bildirdilər ki, deməli, növbəti illərdə hansı ki, yəni küçəyə asfalt vurulması vacibdir. O küçələrdə də işlər görüləcək. Hələ ki, yəni görülən işlər bunlardır. İndi bu küçələrdə işlər gedir. İnşallah ümid edirik ki, yəni vaxtaşırı rayonda belə abadlıq işləri görürlər və rayon sakinləri də görülən işlərə görə öz təşəkkürlərini bildirirlər. Çox sağ ol deyirlər ki, yəni belə işlər görülür və narazı olan sakinlərimiz də yəqin ki, onu səbirlə qəbul edərlər. Başqa küçələrdə də inşallah belə işlər görülmüş olar. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.